Ramazan ayının 10-cu gününün duası. İlahi, bu ayda məni öz həsəratlarının sayəsində sənə təvəkkül edənlərdən, sənin yanında bu ayda uğur qazananlardan, məni bu ayda özünə yaxınlardan qərar ver. Öz gözəlliyinlə, ey tələbkarların son qayəsi. İftar duası. İlahi, səndən ötürü oruç tutdum. Sənin verdiyin ruzi ilə iftar açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Bağışlayan və mehriban Allahın adı ilə, ey hüdudsuz bağışlanma sahibi, mənim günahlarımı bağışla. Dəyərli izləyicilər, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatına əsasən Bakı şəhəri üçün imsak vaxtı 05:35, iftar vaxtı isə 18:56-dır. Qeyd edək ki, oruç tutanlar hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və sair orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. Allah bütün tutulan orucları və edilən duaları qəbul etsin. Amin.